New Yorkdan çıxmamış müasir incəsənət muzeyində daha bir Picasso əsəri ilə, Avignon qızları əsəri ilə tanış oluruq. Bu əsər onun Afrika dövründəki incəsənətlə maraqlı dövrdə yaranmış kubizm ixtirasına gətirib çıxarmışdır. Burada da gördüyünüz kimi əsərdə işıq, kölgə, perspektiv, qanunlar demək olar ki, yoxdur, istifadə etməmişdir. Daha səthi formada və kubizmin başlanğıcı hesab olunan formada işləməyə başlamışdır. Burada bir neçə onun köhnə eskizlərini də belə görmək olar. Üzərində işarə qoyduqlarım isə onun Afrika incəsənətdə kəşf etdiyi maskalardır. Yəni burada qadınların üzərində maskaları qoymuşdur. Yəni bir neçə üslubu burada birləşdirib çalışmışdır. İndiyə qədər öyrəndiyi üslubları birləşdirmişdir. Təsviri sənətin elə bir janrı yoxdur ki, Picasso orada özünü sınamasın. Onun əsərlərinin rəngkarlıq janrına bölünməsi tamamilə şərtidir. Rəssamın əsərləri janra görə deyil, onun yaradıcılığının bu və ya digər mərhələsini müəyyən edən üslub və rənglərin üstünlüyünə görə fərqlənir. Və ənənəvi olaraq Picassonun yaradıcılığı 11 dövrə ayrılır. Erkən illər. Artıq 3 yaşında rəsm çəkməyə həvəs göstərən Picasso, öküz döyüşünün təəssüratı altında yağlı boya ilə çəkdiyi ilk rəsmlərindən biri Sarı Picador hesab edilir. Mavi dövr, ana və uşaq əsəri. Soyuq, mavi rənglər üstünü təşkil edirdi. Bu dövrdə melanxolik, kasıblı, kədər və insan taleyinə həsr olmuş mövzular çox idi. İfadə güclü, amma rəng palitrası isə məhdud idi. Picassonun fərdi üslubuna doğru sıçrayışı, impressionistlərin şagirdi olması və onları təqlid etməsi dövrü idi. Çəhrayı dövr, şar üzərində qızcığaz, sirk və artist həyatı əsas mövzudur. İsti çəhrayı, narıncı tonlarla insan psixologiyasının yumuşaq təsiri, daha şairənə və romantik görsənirdi. O, sonsuz sayda arlekin, təlxək və akrobatların şəkillərini çəkmişdir. Analitik kubizm, Ambraz Woller'ın portreti. Həndəsi parçalanma, monoxrom palitra, detalları hissə-hissə təqdim etmə yanaşması idi. Digər fərqləndirici xüsusiyyət isə kubizmdə perspektiv və onun qanunlarını yox edirdi. Picassonun atributlar adlandırdığı hər şeyi tək-tək detallarla bizə göstərdiyi rəsm əsərləri ortaya çıxmışdı. Sintetik kubizm, masada meyvələrlə natürmort, kollaj və müxtəlif materialların istifadəsi ilə daha rəngli və dekorativ əsərlər yaradır. Real obyektlərin hissələri birləşdirilərək yeni vizual konstruksiya formalaşırdı. Həmin dövrdə tablolarda şriflər və tək-tək hərflər görsənməyə başlayırdı. Klassizm dövrü. Picasso bu dövrdə balet və teatr dekorasiyası ilə məşğul olur. O, 10 il ərzində 6 Rus balet quruluşunun tərtibatında iştirak etmişdir. Əhatəsindəki klassik balet, Roma və bütünlükdə antik memarlıq klassikasının təsiri onun əsərlərinin üslubunu müəyyənləşdirməkdə köməklik göstərmişdir. Sürrealizm dövrü. Maria Teresa Walter'in portreti. Rəssam obyektləri olduğu kimi deyil, ağlından keçdiyi kimi təsvir edirdi. Həndəsi formalarla şüuraltı fikirlər birləşmişdi. Formaları yaradarkən kubizmin həndəsi tərzi ilə həyati elementləri birləşdirirdi. Həmin illərdə Afrika heykəltaraşlığından aldığı təəssüratların kubizmin və sürrealizmin üsulları ilə uyğunlaşdırılaraq heykəltaraşlıqda da aktiv məşğul olurdu. Müharibə dövrü. Ağlayan qadın, Guernica. Müharibənin dəhşətlərinə qarşı bədii etiraz, simvolik obrazlar, parçalanmış fiqurlar və dramatik kompozisiyalar görsənirdi. İkinci Dünya müharibəsi ərəfəsində, eləcə də onun vətəni İspaniyanı bürümüş müharibə zamanı xeyli ağlayan qadının portretini çəkmişdir. Müharibədən sonraki dövr. Kentavr və qayıq, sülh göyərçini. Sülh və həyatsevərlik teması dominantdır. Daha sakit, nikbin və harmonik üslub. Sülh göyərçini ümumbəşəri simvola çevrilir. İkinci Dünya müharibəsinin başa çatdığı zaman idi. Parisin uzun müddətli işğalından sonra Picasso yenidən coşqun və yaradıcılıq dövrünə başlayır. 1949-cu ildə Parisdə sülh tərəfdarlarının Dünya Konqresinin plakatında Picassonun həmin məşhur sülh göyərçini təsvir olunur. Son dövr, rəssam. Formanın deformasiyası və səthə yayılması müşahidə olunur. Picasso öz sənətinin fəlsəfəsini tamamlayır, keçmiş üslubları sintez edərək yeni vizual dil yaradır. Cézanne'ın bu İberafrika sənətinin təsiri aydın görünürdü.
Sezanın, Lüvr döyürgənliklərinin, Afrika, İberiya incəsənətinin hər birini burada işlədirdi. Digər əsərlərindən Qatır. Qəlyan tutmuş oğlan. Bu əsər Çəhrayı dövrün görkəmli nümunəsidir. İntellekt və tərk dünya hissi təqdim edilir. Çiçəkli çələng, gənclik və təmizlik simvoludur. Aralıq dənizi mənzərəsi. Kubizmin xəttlərini və parçalanmış formalarını saxlayaraq sakit və harmonik təbiət səhnəsi təsvir edir. Rənglər canlı və yumşaqdır. 3 musiqiçi. Kəskin, düz rəng sahələri və puzzle kimi yerləşən formalardan istifadə edilib, görünüşdə kağız fraqmentləri kimi düz görünür. İt masanın altında görünür, rəqs və musiqi birliyi ifadə olunmuşdur. Sintetik kubizmin ikonik nümunəsidir. Ortada gitara çalan isə Picasso'nun özüdür. Bağda əyləşmiş qadın. Dora Maar bağda oturub üzərində şəbəkəli başlıq və üzərindəki rəngli parçalardan ibarət geyimlə təsvir olunub. Kubizm və neoklassik üslubun qarışığıdır. Fiqur və fon arasında sərhədlər bulanıqdır. Bu da Dora Maar'ın emosional vəziyyətini əks etdirir. Hörmə stulu ilə natürmort. Bu sintetik kubizm nümunəsi sayılır. Reallıqdan götürülmüş materiallar, stul, qəzet parçası plastik şəkildə təhqiq edilir. Perspektivlər birləşdirilərək forma parçalanır, sərhədsiz baxış yaranır. Çılpaq qadın, yaşıl yarpaqlar və büst. Müəllifin sevgilisi Marie Teresa Walter çılpaq şəkildə təsvir olunur. Ön planda pillə üzərində büst, arxa planda yaşıl yarpaqlar görsənir. Rəng blokları və yumşaq, axıcı formalarla yaradıcı neoklassik stil, real və büsbütün heykəltaraşlıq əşyaları ilə, yəni büstlə birləşdirərək vizual diyaloq yaradılır. Hər iki element insan bədənini və bitki ilə birlikdə armoniya təşkil edir. Dora Maar'ın portreti. Picasso'nun sevgilisi və muza olan Dora Maar kresloda oturub üzərində bir göz tam profildən, digər isə frontal görünür. O dövrlərdə muza sözündən götürülmüş ilham pəriləri olan modellər bir çox rəssamların əsərlərində çəkilirdi. Dora Maar da Picasso'nun həm şəxsi həyatında, həm də əsərlərində tez-tez görsənir. Məşhur Ağlayan qadın əsərində də elə özüdür. Çimərlikdə qaçan iki qadın. Həqiqətən də əl-ələ tutuşan iki qadının sürətlə qaçışının şahidi oluruq. Picasso'nun neoklassik dövr nümunəsi, monumental, hamar fiqurlar, parlaq mavi fon və silüetlərin harmonik kompozisiyasıdır. İki qadın arasındakı rəqabət və hərəkətin zərif dinamikası diqqət çəkir. Picasso'nun əsərlərində sadə həndəsi formalı rəsmləri. Fernando Olivier, Kraliça İzabo, masada çörək və meyvə qabı. Əsərlərin sirrini açmağa davam edək. Abunə olun, paylaşın, rəsmlərlə düşüncələrinizi rəngləndirin.